pasportunuzu dəyişdirilməsinə məhdudiyyət qoyub. Ona görə də biz sizi pasportunuzu dəyişdirməkdən imtina edirik. Hökumət sadəcə olaraq sosial şəbəkələrə çıxışı qadağan edə bilər. Azərbaycan Akademiyası sanki bir tüşqalıq məkanı. Məqsəd əslində korrupsiya və o ərazidən o məhəlləni söküb çıxartmaq, orada istədiklərini yaratmaqdır. Məsələ burasındadır ki, mənim pasportum sentyabr ayının sonunda qurtarırdı və mən Amerika səfərim var idi. Avqustun sonu qayıtdım o səfərdən. Hardasa sentyabrın 4-ü getdim səfirliyə, bizim Azərbaycan səfirliyinə Parisdə və sənədlərimi verdim. Yəni mənim xəbərim yoxdur ki, bunlar belə bir şey cinayət işi açıblar və s. Mən getdim sənədlərimi verdim, belə işgüzar qaydada normal sənədlərimi qəbul elədilər, şəkilimi çəkdilər, barmaq izimi götürdülər. Dedilər təxminən bir aya, ay yarıma gəlib pasportunu xəbər eləyəcək sənə, gəlib götürərsən. Təxminən indi dəqiq vaxtı yadımdadır, təxminən bir 20 gün sonra hardasa pasportumun qurtarmasına bir 2-3 gün qalmış belə. Məktub gəldi mənə ki, səfirlikdən, səfirlik e-mailindən məktub gəldi ki, bəs Nəsimi rayon polis idarəsi sizin pasportunuzu dəyişdirilməsinə məhdudiyyət qoyub. Ona görə də biz sizi pasportunuzu dəyişdirməkdən imtina edirik. 4-cü gün idi, mən məktub alanda. Səhərsə ertəsi gün zəng elədim polisə. Çətinliklə tapdım açığı nömrələrin. Çünki o internetdə verdikləri nömrələrin demək olar ki, heç biri cavab vermir. Amma bir təhər nazirliyə düşdüm və nazirlikdən Nəsimi rayon polis idarəsində işləyən nömrəsini verdilər. Zəng elədim. Və orada bir xanım götürdü, nəsə dedi, yəni kompüterdə yoxlayım. Yoxlayanda nəsə çıxdı qabağına. Dedi ki, hə, nəsə təzə bir şey var, amma tez bu telefonu aldılar əlindən. Bir nəfər götürdü və başladı ki, bəs indi bizə WhatsApp nömrəsi ver, ora zəng eləyəm. Mən WhatsApp nömrəsini verdim. Elə oradan dərhal elə mən birlə danışa gördüm WhatsApp nömrəsindən zəng gəlir, bunların verdiyi nömrədən. Və və başladım danışmağa. Yəni, bu adam mənə dedi ki, hə, bəs cinayət işi var, axtarışdasan. Mən dedim, nə cinayət işidir? Belə mənə qayıtdı ki, bəs şeydir, yəni xəbərim yoxdur. Deyirəm, yox, hardan xəbərim var? Yəni gəlsiz mənə məlumat verəsiniz ki, mənim xəbərim olsun da, mən havadan oradan xəbər alım. Neysə dedi ki, bəli, cinayət işi axtarış, biraz da belə ki, indi daha heç yana tərpənə bilməyəcəksən, gəzə bilməyəcəksən dedim. Ya dedim, yaxşı, izah elədi, nə ilə əlaqədar, nə eləmişər, nə işlə əlaqədardır. Dedi, yox, qoy mən gedim rəhbərliklə danışım, generalla danışım, rəislərlə danışım, sonra sənə zəng eləyəcəm. Getdi, hardasa bir 2-3 saatdan sonra mənə zəng elədi ki, Vəsal mən danışdıq, məsələ həll olundu və gedin səfirliyə bir də sənədlərinizi ora təqdim eləyin. Dedim, yaxşı. Mən də zəng gəldim səfirliyə, dedim, daha sənədlər sizdə var da, barmaq izi deyil, nə bilim, şəkilli zaddır, göndərin getsin də. Yəni, mən bir də ora gəlməyim, nə ehtiyac? Dedilər, yox, gəlməlisiniz, çünki biz də təzədən götürməliyik. Bir də onu soruşdum ki, pulu bir də keçirməliyəm, yəni ki, bir dəfə keçirmişəm də. Dedilər ki, ona cavab vermədi, dedi, yox, pulu ancaq Bakıda keçirdə bilərsiniz, yəni burada keçirdə bilməzsiniz. Mən də hə, pulu zadı keçirtdim. Bir də daha doğrusu növbəti həftə gedə bilmədim, çünki səfərim var idi. O polisdən bir də zəng elədilər. Çaldım, getdiniz ora? Dedim, yox, hələ getməmişəm, səfərim vardı, amma gedəcəm də narahat olmayın. Yəni ki, və şey götürdüm. Nədir onun adı? Bu appointment, bu Nazirliyin, Xarici İşlər Nazirliyinin saytından götürülür. Götürdüm orada appointmenti, görüşü. Və hardasa ikinci gün idi. Mənim görüşüm 4-cü günə idi. Çünki boş günlər ya 4 idi, ya 5 idi. Mən 4-cü günə götürdüm. İkinci gün mənə səfirlikdən zəng gəldi. Dedilər ki, bəs Altay bəy, gəlməyin. Gəlməyin, çünki biz Bakıya şey göndərmişik. Nədir onun adı? Zaprosda belə məlumat istəmişik Bakıdan ki, nə məsələdir, yəni pasportunu dəyişdirmək olar ya yox. Yəni bu hələ mənə yəni belə deyirlər, polis dedi, amma əvvəl dediyi, sonra de get sənədini dəyişdir. Yəni rəsmi heç nə yoxdur da ortada. Və səfirliyin də xəbəri yoxdur. Səfirlik mənə deyir ki, hələ mən ora şey göndərmişəm. Və sonra da ki, de belə.
Bu nə onun adı bu artıq gözləyirəm, artıq başa düşürəm ki, nə isə var. E, Yəni o biri adamlara ki, bu nə bilim də bu Amerikada zətdə olan adamlara ki, bunlar elan elədilər. Onda dedim ki, yəqin bunlar mənə də qarşı belə bir şey elan eləyəcəklər. Bilirsiniz, bu artıq uzun müddətdir ki, bunların dediyi bir şey var. Ki biz xaricdə oturanları da gətirəcəyik, xaricdə oturanların da səsini kəsəcəyik və s. Və bu istiqamətdə doğrudan işləyirlər. Yəni ki, xarici ölkələrin, Avropanın, Amerikanın hökumətlərinə zapros zat göndərirlər, nə bilim də bu tələb edirlər filan. Yəni bu prosesi aparırlar. Və bunun məncə birinci məqsədi ilk növbədə Azərbaycan cəmiyyətində belə o xofu yaratmaqdır. Öz dəfələrlə bunların deputatları da deyir ki, Elman Nəsirov deyirdi ki, 100% arxayın olun bir yolun gətirəcək. Bir də bilirsiniz, əvvəl burada axı hücumlar zətlər olub da burada. Yəni Fransanın özündə də bir hücumlar zətlər olub. Yəni o iş işləməyib. Məhkəməyə də veriblər, o iş də işləməyib. Amma məsələ burasındadır ki, indi belə deyək də, bu elə bil ki o xof var ki, yaradılıb repressiya dalğası. Onun ucunu elə bil ki, gəlib çıxartmaq istəyirlər bura və belə bir situasiya. Valla birincisi ondan başlayaq ki, biz hələ 2014-2015-də o ki repressiyalar gedirdi. Onda görünürdü ki, burada istiqamət hansı tərəfə gedir. Yəni orada məşhur bir müsahibəm vardı ki, Azərbaycanı Türkmenistanlaşdırmaq istəyirlər və bu istiqamətdə də fəaliyyət göstərirlər. Və bu repressiyalarda onun belə deyək tərkib hissəsidir. Necə görürəm? Bir şey aydındır ki, belə deyək də bu cəmaatın səsini kəsmək, tamamilə yığışdırmaq mümkün olmur. Baxmayaraq ki, repressiyalar var, baxmayaraq ki, qorxu hissi həddən artıq böyükdür. Amma eyni zamanda ölkədə sosial problemlər var, nə bilim, coğrafiya fərqlidir, dünya qaynayır və bu şəraitdə biz Xəzərin bu tərəfindəyik də, yəni Xəzərin o tərəfində deyilik. Xəzərin bu tərəfində olduğu üçün və ənənə olduğu üçün Azərbaycanda ümumiyyətlə həmişə tənqidi ənənə olduğu üçün və belə deyək də Cümhuriyyət bir irsi olduğu üçün, xüsusən mən 88-93-cü illərdə o yaranmış o azadlıq mühitinin təsiridir ki, bunun nəticəsində yəni bu Orta Asiya ölkələrində olmayıb, bu bizdə olub. Və bunu sıradan çıxartmaq asan məsələ deyil. Xüsusən də texnologiyanın indiki sayəsində, yəni sosial şəbəkələr, internet və s. bunu sıradan çıxartmaq asan məsələ deyil və hökumət bunda çətinlik çəkir. Ona görə mən hesab eləmirəm ki, bu proses tənqidin sıradan çıxması ilə nəticələnəcək. Mən hesab edirəm ki, hökumətin əlində sonda bircə şey qalır. Nə dərəcədə ona gedə bilərlər? Gedə bilərlər əslində, amma belə deyək də, bu hökumət həmişə müxtəlif riskləri nəzərə alıb onu eləyir. Amma səsi kəsmək, tənqidi səsi tamamilə sıradan çıxmaq bu gün əsas prioritetlərdən biri kimi nəzərdə tutulur. Və mən hesab edirəm ki, bunun üçün növbəti addım, yəni aydın məsələdir ki, tənqidi səsi tamamilə sıradan çıxartmaq olmayacaq texnologiyanın indiki mövcud olduğu şəraitdə. Ona görə mən hesab edirəm ki, bunu hökumət nə edə bilər? Hökumət sadəcə olaraq sosial şəbəkələrə çıxışı qadağan edə bilər. Yəni bu artıq mənim üçün bir perspektiv kimi görsənir ki, hökumət bunu eləyə bilər. Yəni bacarmır, səsi kəsə bilmir bütün bu repressiyalara rəğmən və amma eyni zamanda o səslərin olmasını istəyir ancaq özünün o hap-köp propagandası geçsin. Ona görə də bu belə deyək də tam şəkildə bunu Şimali Koreya və s. çevirmək cəhdi ola bilər və bunu eləmək istəyər hökumət. Mən açılım zad görmürəm bu hökumətdən artıq. Açılım mümkün deyil. Bunun ikinci tərəfi də ondan ibarətdir ki, dünyada vəziyyət qarışıqdır bilirsiniz və bu qarışıq vəziyyətdə geopolitik dava bu saat əsas prioritet olub. Və bu geopolitik davada Azərbaycan hökuməti özünü hər tərəfə belə deyək sata bilir, hər istiqamətə.
Qərbə müəyyən şey söz verir, ömrü boyu belə işləyiblər də. Çinə bir başqa şey söz verir, Rusiyaya bir başqa söz verir və heç kim bu indiki şəraitdə Azərbaycan hökumətinin belə deyək, əks tərəfə tam şəkildə keçməsini istəmir deyənə heç biri bunu istəmir ha. Yəni bu hökumətdən heç kimin xoşu gəlmir. Bu bir mənalı şəkildə deyirəm. Nə Qərbin xoşu gəlir qətiyyən, nə Çinin xoşu gəlir, nə Rusiyanın xoşu gəlir, nə heç kimin xoşu gəlmir. Hətta qonşularının belə, Gürcüstanın belə xoşu gəlmir. Yəni heç kimin bu hökumətdən xoşu gəlmir. Amma eyni zamanda heç kim bu hökuməti, heç Türkiyənin hökumətinin də xoşu gəlmir. Amma heç kim indiki zamanda bu hökuməti belə deyək də əks qütbə keçməyini istəmir. Ona görə bu şəraitdə beynəlxalq dəstəyə zada da, yəni Azərbaycan vətəndaş cəmiyyəti olsun, jurnalistika olsun, bu şəraitdə Qərbdən böyük hər hansı bir dəstəyi umması çox çətin məsələdir. Biz bunu müxtəlif sahələrdə görürük. Hətta mükafatların verilməsi məsələsində də. Məsələn, biz görürük ki, məsələn, üç böyük mükafat var da, Nobeldir, Haveldir, bir də Sakharov mükafatıdır. Gürcülərə verirlər, Venezuelaya verirlər, nə bilim, Belaruslara verirlər, Ukraynalılara verirlər, hamısı. Amma 300 artıq 400-ə yaxın siyasi məhbusu olan Azərbaycanlılara sanki bu proseslərdən belə deyək, kənar saxlanılır. Bu da sırf Azərbaycanla münasibətləri tamamilə korlamaq istəməmək, korlamaq istəməmək arzusundan, belə deyək, niyyətindən irəli gəlir. Ona görə necə olacaq? Çox çətin məsələdir. Yəni ki, yaxşı olmayacaq. Hər halda yaxın dövrlərdə yaxşı olmayacaq. Geopolitik məsələnin bir başqa problemi də ondan ibarətdir ki, bax, indi ciddi şəkildə Ukrayna ilə Rusiya arasında sülhün, hətta Ukraynanın ciddi şəkildə, belə deyək, güzəştlərə getməsi, Avropa təhlükəsizlik sisteminin tətbiq olması, hər iki tərəfin bir-birinə təhlükəsizlik qarantiyaları verməsi, bu deməkdir ki, soyuq müharibə dövründə olduğu kimi konflikt Avropadan kənarda qalır. Yəni artıq o tərəflə bu tərəf bir-birlərinin işinə, belə deyək də, açıq şəkildə hərbi filan müdaxilə eləməmək haqqında razılığa gəlirlər. Bu soyuq müharibə dövründə də belə idi. Alver-verdə eləyirdilər, bir-birinə əlaqələri yoxdur, belə bir-birlərini söyürdülər, amma eyni zamanda vuruşmurdular. Sanki dediyimiz o soyuq müharibə əhval-ruhiyyəsi var idi. Amma məsələ burasındadır ki, onda biz bu təhlükəsizlik qarantiya sxeminin tərkib hissəsindəydik. Niyə? Çünki biz Sovet hökumətinin respublikaları, yəni Sovet hökumətinə verilən qarantiyanın içində biz də daxil idik. İndi biz o garantiyada yoxuq. Nə Avropa Şurası, Avropa Birliyinin içindəyik, daxil olmamışıq, istəməmişik. Nə də müstəqillik Rusiyanın təhlükəsizlik qarantiyası sisteminə daxil deyilik. Bu o deməkdir ki, geopolitik dava isə davam edir. Bu o deməkdir ki, geopolitik davanın mərkəzi gəlir bizim reyona. Gözümüzün qabağında baş verənlərdir. Məsələn, Mərkəzi Asiya rəhbərlərinin Çinə dəvət olunması, Mərkəzi Asiya rəhbərlərinin Amerikaya dəvət olunması, Mərkəzi Asiya rəhbərlərinin Avropa ölkələrinə dəvət olunması, Amerikadan gələndən sonra Tokayevin gedib Rusiya ilə strateji müqavilə imzalaması. Bu onu göstərir ki, geopolitik dava bizim bölgəyə gəlir. Burada olacaq. Yəni toqquşma burada gözlənilir. Nə şəkildə toqquşma? Amma o toqquşma da olmasa, hər halda o kəskin rəqabət bizim bölgədə gözlənilir. Və ona görə də mən hesab edirəm ki, orada vəziyyət yaxşı olacaq. Digər bir məsələ sosial məsələdir. Bu da nədən ibarətdir? Azərbaycanda neftin, belə deyək, Azərbaycan xarici gəlirlərinin 90% neftdən asılıdır, neft qaz satışından asılıdır. Qazımız o qədər yoxdur. Neft ciddi şəkildə, yəni istehsalı aşağı düşür. Özləri də deyirlər bunu. İqtisadiyyatın diversifikasiyası məsələsi sıradan çıxıb, yəni ki, bunu eləyə bilməyiblər. Yəni bu sistem ona, korrupsiyon sistemi ona imkan vermir. Eyni zamanda monopolist ki, bir ailənin monopolizmi ideyası var. O da imkan vermir ki, ölkədə normal, belə deyək, iqtisadi mühit yaradılsın ki, ölkədə iqtisadi inkişaf. İnvestisiyalar zat da yoxdur, tamamilə boş şeydir. Yəni ölkəyə investisiya zat gəlmir. Çünki heç kim bu hökumətə investisiya vermək niyyətində deyil, etibar eləmirlər. Qorxulu nə Çin, nə Qərb, nə heç kim.
Və bu şəraitdə cəmaətin təbii ki, vəziyyəti pisləşir. Çünki bayaq dediyim kimi gəlirlər aşağı düşür. İndi hələ neftin qiymətinin də aşağı düşməsi məsələsi var. Büdcədə 70 yazılıb, neçə vaxtdır, bir aydan çoxdur 70-dən aşağı satılır və bundan sonra da proqnozlar ondan ibarətdir ki, əgər Rusiya ilə Ukrayna arasında münasibətlər düzəlsə, ümumiyyətlə neftin qiyməti ciddi şəkildə aşağı düşə bilər. Və bu da Azərbaycan büdcəsinə, onun sosial tərəfinə ciddi belə deyək baskı yaradır. Hökumət sosial problemlərdir, öhdəlikləri var, yerinə yetirmək çətindir və o deməkdir ki, cəmaətin sosial vəziyyəti də get-gedə pisləşəcək. Bütün bunlar olanda təbii ki, orada vəziyyətin yaxşı olması haqqında düşünməyə qətiyyən dəyməz. Bu məsələ burasındadır ki, bilirsiniz, bunun birinci səbəbi odur ki, Qərbdə belə deyək də, bu yanaşma məsələsi var idi həmişə. Yanaşma məsələsi də ondan ibarət idi ki, Gürcüstanın demokratikləşmə imkanları çoxdur. Xüsusən də o Saakashvili dövründə həyata keçirilən antikorrupsiya belə deyək, o tədbirlərin həyata keçirilməsi, bir sıra reformaların belə deyək Gürcüstan hökuməti tərəfindən, hətta bu hökumət tərəfindən həyata keçirilməsi, eyni zamanda o viza anlaşması məsələsi Avropa Birliyi. Yəni ehtimal bundan ibarət idi ki, Gürcüstanın yolu bir mənalı şəkildə Avropa Birliyinədir. Yavaş-yavaş gəlirlər, asta-asta gəlirlər, amma gəlirlər. Azərbaycansa itirilmiş bir mövzudur. Yəni bunun demokratikləşmə ehtimalı yoxdur. Bunların təfəkkür tərzi fərqlidir. Bunlarla biz münasibətlərimizi tamam başqa belə deyək reyslər üzərində qurmalıyıq. Amma Gürcüstan özü müsküdür və Gürcüstan bu istiqamətdə addımlara ola bilər. İndi Gürcüstan hökumətinin birdən-birə belə deyək, açıq şəkildə anti-Avropa mövqelərini göstərməsi səbəbi də aydındır. Niyə? Çünki bir nəfər var, o hakimiyyətini saxlamaq istəyir. Avropa ilə yaxınlaşmanın onun hakimiyyətinə problem yaradacağını düşünür. Yəni klassik avtoritar idarəçilik yaranır, klassik avtoritar düşüncə tərzi. Bir nəfər öz hakimiyyətini vermək istəmir, o hakimiyyət demokratik yollarla inkişaf eləmək istəmir və nəticədə bütün ölkəni özünün istəyinin belə deyək girovuna çevirir və bütün ölkə tamamilə fərqli istiqamətə gedir və hesab edirəm ki, Qərb dünyası fikirləşir ki, sanksiyalarla və filanla Qərb hökumətini harasa çevirmək mümkündür. Çünki bilirsiniz, indi burada etiraf eləyək ki, hökumətin, Gürcüstan hökuməti, çünki etiraf eləyək ki, Gürcüstan hökumətinin imkanları bizimki qədər deyil. Yəni bizdə neft var, qaz var, onlar yoxdur. Yəni çox ciddi şəkildə onlar Qərbdən gələn pullardan, nə bilim orada grantlardan, nə bilim orada investisiyalardan ciddi şəkildə asılı olan ölkədir. Və düşünürlər ki, bu onlara imkan verir ki, Gürcüstan hökumətini tutduğu yoldan döndərə bilsinlər. Amma bu günə kimi atılan addımlar nəticə vermir. İkinci səbəb, ikinci məsələ burada olmalı. Bu bir məsələdir. İkinci məsələ də ondan ibarətdir ki, bunlar düşünürlər ki, bax, Gürcüstanda etiraz var, cəmaət küçələrə çıxır, cəmaət Avropa istəyir, açıq şəkildə meydana qoyur və bunlara dəstək vermək lazımdır. Azərbaycanda isə belə bir etiraz, belə deyək istək yoxdur. Bunun həm müsbət tərəfi, həm düzgün tərəfi var, həm düzgün olmayan tərəfi var. Düzgün olmayan tərəf ondan ibarətdir ki, Azərbaycanda vaxtı ilə olan etirazlar, vaxtı ilə olan belə deyək Avropaya inteqrasiya istəyi heç Gürcüstanda 2003-cü ildə yox idi. 2003-cü ildə bizim küçədə tutaq ki, olan etirazların miqyasına görə Gürcüstanda heç onun belə deyək 30%, 40%-i yox idi. Amma o vaxt Qərb ölkələri bizə belə deyək də başda Amerika olmağına bizə kömək eləmirdilər. Əksinə diktatoriyaya kömək eləyirdilər, avtoritarizmə kömək eləyirdilər. Nə bilim, İraqa girəndə Azərbaycan adı İraq koalisiyasının üstündə birinci gedirdi. Yəni belə Azərbaycan gedirdi İraqda demokratiya qurmağa, halbuki özündə demokratiyanı qurdu. Yəni vəziyyət belə idi. Neft burada fikirləşə bilərsiniz. Ayrı-ayrı belə deyək, ayrı-ayrı lobbiçilərin Azərbaycana köməyi deyə bilərsiniz. Müxtəlif səbəblərdən hər halda o vaxt Azərbaycana bu belə deyək, Azərbaycanda bu istəklə meydana çıxan insanlara dəstək verilmir. Necə ki, indi Gürcüstan
verilib. Yəni bu səhv tərəfidir. İşin səhv tərəfidir. Qərb tərəfindən səhv tərəfidir. Yəni düzgün qiymətləndirməmək tərəfidir. Yəni düzgün yanaşmamaq, ikili standart tərəfidir. Düzgün tərəfi ondan ibarətdir ki, biz bilirik ki, Gürcüstanda sorğu keçirmək mümkün olur və sorğular nəticəsində əhalinin əksəriyyəti doğrudan da Avropa inteqrasiyası tərəfdarı olduğunu meydana qoyurlar. Yəni istəyirlər Avropa inteqrasiyasını. Azərbaycanda belə bir sorğu keçirməyə imkanımız yoxdur və biz bilmirik ki, Azərbaycan cəmaatı doğrudan da Avropa inteqrasiya tərəfdarıdır, yoxsa istəmir. Hökumət mətbuatından bu hücumundan, belə deyək, propagandasından yaranan təəssürat ondan ibarətdir ki, belə bir təəssürat yaranır ki, yox, Azərbaycanlılar qətiyyən Avropa zat istəmir, ona düşmən kimi baxır, ay qərb belə elədi, ay qərb belə elədi. Yəni belə bir təəssürat yaranır. Avropada deyir ki, bunlar bizi istəmirlərsə, özləri istəmirlərsə, niyyətləri yoxdursa, biz niyə özümüzü zorla bunlara, belə deyək, zorla özümüzü qəbul etdirməliyik. Burada gəlir çıxırıq çox vacib bir məsələyə. Azərbaycanın öhdəlikləri var. Azərbaycan Türkmenistandan, Özbəkistandan, Qazaxıstandan fərqli olaraq Avropa Şurasının üzvüdür. Yəni burada 2000-ci ildə bunu götürəndə özünə öhdəliklər götürüb. İndi Azərbaycan o öhdəlikləri nəinki yerinə getirmir, əksinə gedir. Bu şəraitdə təkcə Avropa Şurası, tutaq ki, Azərbaycan nümayəndə heyətinin oradakı o səlahiyyətlərinin dondurulması ilə kifayət eləməməlidir. Növbəti addımları almalıdır. Nədir Azərbaycanla məqsədimiz? Nədir? Bu Avropa Birliyi ilə belə deyək, o müqavilən, kooperasiya müqaviləsini imzalamadı, istəmir Gürcüstandan və Ermənistandan fərqli olaraq. Və bu sizin nə gözləyirsiniz bundan? Yəni nə olacaq? İlham Əliyev yalandan deyirdi ki, ay nə bilim mən biz Avropa Şurasından çıxacaq, biz də belə eləyəcək, elə eləyəcək. Hamımız bilirik ki, o bunu eləməyəcək. Özü hər halda eləməyəcək. Gözləyəcək, tutaq ki, Avropa Şurası birdən belə bir qərar eləməli olsa, onda özü çıxıb deyəcək, biz çıxırıq. Amma bu günləri istəmir. Bu gün tamam başqa şeydir. Bu gün adamlarını göndərirlər ora ki, təzədən nümayəndə heyətinin səlahiyyətləri bərpa olunsun. Niyə? Çünki bu vaxta kimi Avropa Şurasına üzvlük İlham Əliyevin özünə kömək olub. O mənada ki, hakimiyyətini saxlamaq üçün məşhur balanslaşdırma siyasətinin həyata keçirilməsində Avropa Şurasının ona dəstəyinin çox ciddi rolu olub və Avropa Şurasının içərisində də bilirsiniz, külli diplomatiyası deyilən rüşvətxorluqla bir xeyli adamı da alıb öz tərəflərinə çəkməyi bacarmışdılar. Yəni bu nöqteyi nəzərdən görürük ki, yəni Avropa Şurası əgər sabah Gürcüstanı və bu eyni zamanda Avropa Şurasının bir növ özünü də girova çevrilir. Çünki sabahları tutaq ki, Gürcüstanı oradan çıxartmaq, daha ciddi şəkildə belə cəzalandırmaq istəsə, onda sual meydana çıxacaq. Nətər Azərbaycana qoyuq ya, Gürcüstanı eləyirsən. Halbuki Gürcüstanda vəziyyət, hətta pisləşən vəziyyət yenə Azərbaycandakı vəziyyətdən qat-qat yaxşıdır. Çünki Azərbaycan artıq belə deyək də Türkmenistanın bir addımlığındadır. Sərhədi bağlı filanı beşməkan. Nəhayət burada çox ciddi bir məsələ var ki, onu da nəzərə almalıdır. Bu da Ermənistanla münasibətlər məsələsidir. Məsələ burasındadır ki, Avropa Qərb doğrudan da Azərbaycanın yenidən Ermənistana hücum eləməsini, Ermənistana 2022-də olan kimi Ermənistanla müharibə eləməsini istəmir. Və Azərbaycan bundan çəkinir. Buna görə də Azərbaycan hökumətinin belə deyək orasına burasına sığal çəkirlər ki, eləmək lazım deyil. Çünki birdən belə olsa aləm qatışacaq bir-birinə. Ona görə istəmirlər bu şəraitdə. Hər hansı orada müharibənin olmasını istəmirlər. İstəyirlər ki, o Ermənistanı belə deyək, Azərbaycanın belə deyək təhdidlərindən, nə bilim hücumlarından qorusunlar və Azərbaycan hökuməti də propagandasında gecə-gündüz nə bilim şeydən danışır, İrəvan bizimdir, nə bilim Zəngəzur bizimdir, Göyçə adı belə olub. Yəni açıq şəkildə irredentizmi meydana qoyurlar, nə bilim təşkilat fəaliyyət göstərir. Qayıtmaq adı ilə əslində elədikləri təbliğat tarix kitablarından bu tərəfə o deməkdir ki, yəni ki, biz bu faktiki olaraq Ermənistan dövlətinin ərazilərini tanırıq. Bunlar bizim tarixi ərazilərdir və s. Və bu ritorika doğrudan da Qərbi çəkindirir. Çünki bu yenidən əlavə bir müharibənin olması deməkdir. Yenidən əlavə bir baş ağrısının yaranmasıdır və bu da İlham Əliyevə belə deyək manevr imkanları verir ki, bu deməli repressiyaları həyata keçirsin. Qərb də öz
qorxuları, özünün səhvləri, özünün səhv dəyərləndirmələri, qorxuları, bu vaxta kimi elədiyi səhvlərin cəmindən yaranan bu situasiyada faktiki olaraq Azərbaycan belə deyək, demokratikləşməsini istəyən qüvvələrə belə deyir lazımi dəstəyi göstərmir. Bilirsiniz, söhbət burada bizim müxalifətin çox ciddi bir problemi ondan ibarətdir ki, həmişə kimisə tənqid eləyəndə, yəni özlərinin bilirsiniz 98-ci ildən bu tərəfə mənim gözümün qabağındadır da. Bu klassik müxalifət bir-biri ilə çox ciddi şəkildə dava eləyib. 98, 2000, 2003, bu gün də bəzən o məsələləri çıxardılar, müzakirə edirlər. Bu müharibənin, bu mübarizənin məqsədi, problemi ondan ibarət olub ki, burada bu qüvvələrin əsas iki qüvvə olub da, biri Müsavat, biri AXCB. Bu iki qüvvə öz aralarında birincilik davasını ən az 2005-ci ilə kimi öz aralarında birincilik davasını daha böyük prioritetə çeviriblər. Nəinki bu hakimiyyətlə belə deyək, demokratiya uğrunda aparılan mübarizəni. Ümid olub ki, onsuz da gec-tez bu dəyişəcək, amma əsas dəyişəndə kimin birinci olmasıdır, kimin onu əvəz eləməsidir. Bu çox ciddi problemdir və bu gün də təəssüf ki, onun problemin təsirindən çıxa bilmirlər. O mənada. Məsələn, Altay Göyçə çox tənqid edir. Bunlar elə bilirlər ki, Altay Göyçənin heç bir belə deyək, siyasi iddiası filanı yoxdur ki, yəni siyasi partiyası yox, deputat olmaq istəmir, hökumət olmaq istəmir. Amma tənqidinin məqsədi düzgün anlaşılmır. Məqsədi sizi zəiflətmək deyil. Əksinə tənqidin məqsədi sizin belə deyək, səhvlərinizi görüb nəticə çıxardıb irəli getməyinizdir. Amma elə qəbul olunmur. Elə qəbul olunmur. Qəbul olunur ki, bu bizi ilə rəqabət aparır, bu bizi aşağılamaq istəyir və əks hücumlar da adətən belə deyək də sırf yalandan, şərdən, təhqirdən və s. ifadə olunur. Nədə tənqid eləmişəm? Məsələn, Ali İnsanov çıxıb türmədən demişəm ki, ki bu adam kimdir məlumdur da, ya bu adam hara gedəcək məlumdur, əvvəlindən məlumdur. Siz gedib bu ilə oturub bir yerdə müxalifət məsələsini müzakirə etməyiniz, şəkil çəkdirməyinizin sonra sizə ziyanı dəyəcək. Bunu demişəm, hə? Üstümə hücum eləyiblər. Bu günləri nədir? Ali İnsanov gördünüz neynədi, sonra nətər elədi, çıxdı getdi. Yəni biz bunları demişik. Realı müxalifət, realı nədə tənqid edirəm? Realı da çox şeydə tənqid eləyə bilərəm. Ki, yəni aparılan taktiki yollar istər taktiki, istər ideoloji nöqteyi nəzərdən səhvdir. Bu belə deyək, vəziyyətin yaxşılaşmasına xidmət eləmir. Mən heç kimi qınamıram tutduğu yola görə. Yəni özləri bilər. Yəni bu düzdür, onların tutduğu səhv yolu hamımızın ümumi vəziyyətinin pisləşməsinə gətirib çıxarır. Amma məsələ burasındadır ki, mahiyyət ondan ibarətdir ki, hələ halda mənim dəyərləndirməm deyil, razılaşmaya da bilərlər. Mən hesab edirəm ki, tutulan yol bu günlərdə adekvat deyil, vəziyyətə adekvat deyil. Yəni ondan ibarətdir ki, mübarizənin strategiyasının və taktikasının seçilməsində ciddi şəkildə nöqsanlara yol verilir və bu nöqsanlardan biri də bayaq dediyim kimi mütləq özünün birinci olması davasıdır. Yəni nə daxlı var, yəni orada döyülüb söylənənlər içərisində birinci olmağın. Əksinə onun ziyanı var. Yəni bu şəraitdə deməli ağıllı olmaq, daha adekvat fikirləşmək, yolunu tapmaq, düzgün ideoloji tapmaq, yolunu tapmaq və o mübarizəni belə deyək də canlandırmaq üçün düzgün yolu axtarıb tapmaq, onu getmək lazımdır. Mən hesab edirəm ki, bu günlərdə hər gün görürəm. Yenə deyirəm, bu mənim qiymətləndirməni kimlərsə razılaşmaya bilər. Amma müzakirə olmalıdır. Deyə bilərlər ki, yox, sən düz demirsən, bu yol düzdür. Problem yoxdur. Yəni bunların gəldiyi qənaətdir. Amma nəticəsi gözümüzün qabağındadır. Hamımız əziyyət içində, hamımız döyülürük, hamımız söylürük, hamımız belə deyək, hamımız bu yaranmış situasiyadan bu və yaxud digər şəkildə əziyyət çəkirik. Akademik azadlıq ona görə vacibdir ki, boksdan kənar, qutudan kənar fikirləşirsən. Yəni ki, hamı fikirləşir, bütün kollektiv bir fikir, bir nəfər gəlir, çıxır, fərqli deyir. O fərqlinin hamı əvvəl söyür,
tarixən belə olub da, yəni Qalilə bu tərəfə. Hamı söyür, amma sonradan məlum olur ki, bəlkə bunun dediyində müəyyən həqiqət varmış. Yəni bu da belə deyək, o elmi inkişafa, ictimai inkişafa aparan yollardan biriymiş. Azərbaycanda o məhdudlaşdırılır, mümkün deyil. Azərbaycanda akademiyasından tutmuş deməli universitetlərinə kimi hamısı bu günləri hökumətin propaganda maşınlarına çevriliblər və o çərçivədən kənara çıxmadıqca bu artıq universitet deyil. Sciences Po azad mühiti olan yerdir. Burada hökuməti də tənqid eləyə bilərsən, nə bilim, hətta belə deyək, hökumət də səni tənqid eləyir, tez-tez görürük ki, hətta yüksək vəzifəli adamların ağzından tənqid çıxır bu institutlara qarşı, tutaq ki, hansısa fikirlərlə razı olmadıqları üçün və bu normal mühitdir. Yəni bunlar tamamilə başqa, fərqli-fərqli müstəvilərdə bir cəmiyyətin içərisində fərqli-fərqli müstəvilərdə mövcud olan, avtonom olan qurumlardır. Hökumət və akademiya. Tamam fərqli-fərqli şeylər. Bizdə elə şey yoxdur axı. Bizdə bütün akademiya, universitet hamısı bir nəfərin iradəsinin belə deyək, həyata keçirən quruma çevrilib də və onlar da belə deyək, təbliğatla məşğullar. Və burada hansısa belə deyək, akademik mühitdən danışmağa ümumiyyətlə ehtiyac yoxdur. Bunların akademik mühitinin fəaliyyəti sadəcə olaraq sosial şəbəkədə şəkil qolub paylaşmaqdır. Başqa heç nə yox. Boş-boş şeylər danışmaqdır, mənasız şeylər danışmaqdır. Yəni belə deyək də, mövzu seçimi məsələsi var. Məsələn, tədqiqat üçün mən istənilən mövzunu seçirəm. Mövzu sənin xoşuna da gəlməyə bilər. Tutaq ki, o mövzunun əhəmiyyətini də başa düşməyə bilərsən. Amma mən tədqiqatçı kimi bunu seçirəm. Azərbaycanda səndə bu şey yoxdur. Yəni sən mövzu seçə bilməzsən, sənə mövzunu deyirlər. Yaxud da ki, artıq elə bir mühit formalaşdırılıb ki, sən ümumi belə deyək, düşüncəyə uyğun olmayan bir mövzunu seçəndə elə biləcəklər ki, sən necə düşmənsən, necə düşmənçilik məqsədin var, necə bir pislik eləmək istəyirlər. Yəni akademik mühitin olmaması bu cür düşüncənin yaranmasına gətirib, bu gün stereotiplərin, bu cür belə deyək, vərdişlərin yaranmasına gətirib çıxarır. Ona görə bu mənada mən hesab edirəm ki, ümumiyyətlə heç bir mənada müqayisə eləmək mümkün deyil. Var təbii ki, avtoritar rejimdə də akademiyasını inkişaf elətdirən ölkələr var. Məsələn, Çin inkişaf elətdirir və yaxud da ki, İran vaxtilə daha indi müəyyən mənada inkişaf elətdirib. Düzdür, akademik azadlıq göstəricilərinə görə onlar bizdən aşağıdadırlar. Amma məsələ burasındakı hansısa kriteriyaları götürmək, məsələn, çox vacib kriteriyalardan biri inteqrasiya məsələsidir. Qərb akademiyasına inkişaf burdadır da. Yəni bunu sən deyə bilməzsən ki, texnologiya da burdadır. Özü təkcə tutaq ki, fundamental elmlər sahəsində yox, praktik elmlər sahəsində yox, eyni zamanda ictimai elmlər sahəsində düşüncə buradan gəlir. Yəni bu formalaşdırır və sən buna inteqrasiya eləməyin vacibdir. Çin uzun müddət bu yolu tutub. İndi mən bilmirəm sonrası necə olacaq, amma uzun yollar məhz bu inteqrasiya yolunu tutub. Yəni ki, Çin akademiyası Qərb akademiyası ilə ciddi şəkildə əlaqədə olub. İran akademiyası, məsələn, İran universitetləri, İran tədqiqatçıları çoxlu şəkildə belə deyək, exchange proqramlarda Avropa, Amerika universitetlərində iştirak edirlər. Baxmayaraq ki, ideoloji düşməndirlər. Azərbaycan hökuməti Erasmusu ləğv eləyir. Təsəvvür edin ki, Erasmusu sıradan çıxardır ki, bu da exchange-in, akademik exchange-in əsas vasitələrindən biridir. Düşməndir deyir, qəbul eləmir. Bax, bu nöqteyi nəzərdən yanaşanda Azərbaycan akademiyası tamamilə Qərb akademiyasından kənardadır. Yəni inteqrasiya eləmir, qəbul eləmir və sistem olaraq da qəbul eləmir. Məsələn, elementar bir şeydir. Ən azı, məsələn, texniki islahatlar sahəsində də onu qəbul eləyə bilmir. Bir misalı deyim. Azərbaycanda Ali Attestasiya Komissiyası fəaliyyət göstərir. Bu Sovet hökumətindən qalma belə anaxronizmdir. Heç kimə lazım. 30 ildir bu anaxronizm aradan götürülmür. Bütün dünyada elmi adı da, elmi vəzifəni də verən universitetdir. Yəni ki, sənə professor adını da, sənə elmlər doktoru adını da verən universitetdir. Yəni bu işə universitet baxır. Azərbaycanda bu işə universitet baxmır. Bu işə baxır Ali Attestasiya Komissiyası. Niyə orada baxır? Niyə görə o orada qalır? İndi mən deyəcəm, hamı deyəcək ki, sözsüz ki, ortada korrupsiya məsələsi var. Korrupsiyanın müxtəlif formaları məsələsi var və kriteriyalar müəyyənləşdiriləndə də baxırsan, o qədər arxaikdir, o qədər geridə qalmışdı ki, yəni o qədər dünyadan təcrid olunmuş vəziyyətdədir. Üzr istəyirəm bu sözü. Azərbaycan akademiyası sanki bir çuşqalıq
məkanıdır. İndi və və bu akademiyanın hər hansı şəkildə ölkədə inkişaf gətirməyi, hər hansı şəkildə ölkədə belə deyək, inkişaf üçün müəyyən belə deyək, töhfələr vermək imkanları demək olar ki, yoxdur. Yenə deyirəm, istər ictimai elmlər sahəsində, istər fundamental elmlər sahəsində. Fundamental elmlər sahəsində bunu eləmək üçün çox böyük maliyyə yatırımı lazımdır. Özü təkcə hökumətdən gəlməməlidir. Müxtəlif fondlardan və sairədən sən onu gətirməlisən. Onun laboratoriyaları var, onun nə bilim orada alətləri var ki, bahalı-bahalı. Bunların hamısını gətirməlisən. Yəni təcrübənin keçməsi üçün və s. Azərbaycanın bu imkanı yoxdur. Azərbaycan Sovet dövründə elm sahəsində müəyyən addımlar atıb. Bunun da səbəbi ondan ibarət olub ki, Azərbaycan böyük SSR elminin tərkib hissəsi olub. Yəni onun içərisində exchange də olub, onun içərisində yəni SSR daxilində də təmas da olub, hardasa baş verən yeniliyi tez götürüb tətbiq eləmək də olub, bunu dövlət də eləyib, universitetlərin, akademiyanın özünün də təşəbbüsləri olub. Yəni ümumi bir sistemin içərisində inkişaf. İndi Azərbaycan elmi tamamilə təcrid olunmuş bir vəziyyətdədir. Dünyadan təcrid olunmuş bir vəziyyətdədir. İstər ictimai elmləri, istər təbiət elmləri və bu təcridi şəraitində inkişaf eləmək mümkün deyil. Çünki burada çox ciddi dediyim kimi fundamental islahatlar aparılmalıdır. Və elementar şey dedim də sizə. Tutaq ki, nədir onun adı? Ali attestat sxeması. Proqramlarının tədris proqramlarının tamamilə yenilənməsi. Yəni sən inkişaf edirsənsə, birinci bunu gətirib gözün qabağına gətirməlisən ki, bu tədbir təbliğat üçün deyil. Bu əslində cəmiyyətin inkişafı üçündür, cəmiyyətin inkişafına töhfə vermək üçündür və proqramlar da onun əsasında müəyyənləşdirilməlidir. Amma olmur. Adicə tarix kitablarına baxanda başa düşürsən ki, bu sadəcə olaraq belə ilk baxanda deyirsən vətənpərvərlik, vətənpərvərlik yağır. Yəni bu vətənpərvərliyin də zahiridir. Amma məsələ burasındadır ki, bu ictimai inkişaf üçün elm vətənpərvərlik üzərində qurulmur. Elmin qurulmağının səbəbi elmin milləti olmur. Elmin səbəbi elmin dayanacağı şey faktdır. Xoşuna gəldi, xoşuna gəlmədi. İnterpretasiya müxtəlif eləyə bilərsən, amma fakt inkar olunmamalıdır. Fakt qəbul olunmalıdır. Əgər elmə yox, daha çox propagandaya, daha hansısa məqsəd xatirinə, falsifikasiyalara, saxtalaşdırmalara əsaslanırsa və yaxud da tarixi həqiqətin olduğu kimi deyil, belə deyək də, hökumətin istəyinə uyğun şəkildə təqdim olunmasına xidmət edirsə, bu şəraitdə elmin inkişafından, elmin irəli getməsindən danışmaq mümkün deyil. Niyə? Çünki bu cür elm dediyim kimi inteqrasiyaya xidmət eləməyəcək. Yəni bu cür elmi heç kim qəbul eləməyəcək. Niyə? Məsələn, bu tarix elmi dünyanın hər yerində var da. Yəni Fransada var, nə bilim Amerikada var, amma siz onların kitablarını götürəndə təkcə bir fikir görmürsünüz. Eyni zamanda özlərinin keçmişinin ciddi şəkildə tənqidini görürsünüz, araşdırılmasını görürsünüz. Hamısının məqsədi tarixi həqiqətləri meydana qoymaqdır. Tarix olduğu kimi qəbul eləməyi, onu görməyi, bacarmağa xidmət eləməkdir. Amma bizdə əksinə dediyim kimi məqsəd tarixin olduğu kimi, onun rəsminin, onun mövcudiyyətinin olduğu kimi çatdırılması yox, əksinə onun təhrif olunmuş formada çatdırılması üçün akademiya əlindən gələni eləyir və bu şəraitdə dediyim kimi inteqrasiya mümkün deyil. Çünki oradakılar da kör deyil, orada da bizləri öyrənənlər var. Oxuyur, baxır, görür ki, sən gözüm görə sən yəni akademiyanı təbliğat vasitəsinə çevirirsən və bu şəkildə təbii ki, inteqrasiya mümkün olmayacaq. Bu şərait, belə bir ictimai elmləri kənara qoyacaq və bəzi sahələrdə ümumiyyətlə ictimai elm yoxdur. Məsələn, elə sosiologiya sahəsi sıfır deyil, nə bilim. Fəlsəfədə ciddi problemləri var. Yəni bu şəkildə bizdə elmdən danışmaq mümkün deyil. Yəni onlar tamam başqa müstəvidədirlər, biz tamam başqa müstəvidə. Hətta Rusiyanın özündə belə nə qədər tutaq ki, qəbul eləməsinlər də, nə qədər tutaq ki, qərb institutları ilə inteqrasiyadan indi imtina eləsələr də, özlərinin belə deyək, özlərinin yanaşmalarını meydana qoysalar da, dərindən fikir verəndə görürsən ki, bu əlaqə hələ də durur. Yəni bu əlaqə, bu yanaşma, bu prinsiplər, bu metodologiya hələ də tamamilə sıradan çıxarılmayıb. Biz metodologiyasız vəziyyətdəyik.
Təbiət elmlərdə dediyim kimi, onun da inkişafı üçün təcrübə zat filan aparmaq üçün ona en qədər pul qoymaq lazımdır. O pulu da qoyan yoxdur və nəticədə belə bir şərait yaranır. Eyni zamanda alimlərin maaşları zadı da belə deyək çox aşağıdır. Bu da yəni alimin maaşı yaxşı olmalıdır ki, başqa işlə məşğul olmasın. Yəni sırf öz işi ilə məşğul olsun, doğrudan da məhsuldar ola bilsin, doğrudan da səmərəli nə isə eləyə bilsin. Onları. Yəni bu şəraitdə bunun subyektiv və obyektiv səbəbləri, subyektiv səbəblərini dediyim elmin deməli, alətə çevrilməsi, elmdən çəkinmək, elmin müstəqilliyindən çəkinmək, akademik azadlıqlardan çəkinmək, obyektiv də tərəfi də bayaq dediyim kimi onun üçün çox ciddi investisiyaların cəlb edilməsi lazımdır. Maraq yaratmalısan, dünya belə deyək qrantlarında iştirak eləməlisən, ora müraciət eləməlisən. Amma sən Erasmusdan imtina edirsənsə, belə çıxır ki, sənin ümumiyyətlə bu sahənin inkişafında, bu sahənin qabağa aparılmasında marağın yoxdur. Birinci ondan başlayayım ki, bu birinci dalğa deyil. Yəni ki, birinci dalğa bilirsiniz, o Bandarın ərazisinin, o qış parkı ərazisinin sökülməsi ilə başlamışdı. Orada da çox gözəl tarixi hadisələr vardı. Yəni Səd Çadırov da, Mirzə Ağalıyev də və yaxud da ki, yəni bu Azərbaycan prospektindən aşağı hissədə əsasən çok güzel binalar vardı. Onları söküb qoymuşdular, yeri dağıttılar. Və mən o vaxt hətta buna qarşı çıxış eləmişdim. Məsələn, indi də Facebookda tutaq ki, mənim o müraciətlərim var. Həm rus dilində, həm Azərbaycan dilində müraciət eləmişəm. O ilə əlaqədar ki, yəni şəhərin tarixini dağıtmaq düzgün deyil, şəhərin tarixini qorumaq lazımdır. O vaxt hətta məhəllələri də gəzmişəm Azadlıq Radiosu ilə bir yerdə binaların ətrafında. Amma təəssüf ki, o vaxt belə deyək də müəyyən təsirimiz oldu. O mənada ki, bunların məqsədi elə o vaxtdan başlayıb tamın qaşıyıb yerə qoymaq idi. Amma elə bir ki, o prosesi orada müəyyən mənada dayandırdılar. Nəyə məqsədi, niyə dayandırdılar? Mən hesablayıram buna bir balaca ictimai qınağın da müəyyən təsiri, yəni səsin böyüməsinin də müəyyən təsiri var idi. Hətta sonra bilirsiniz, artıq korrupsiya elementi kimi gətirdilər, ora pul qoydular, təzədən oraları belə deyək, təmir elədilər, güya saxlayacaq zat. İndi də məsələn keçiblər yuxarı məhəllənin, Sovetskinin tamamilə o da yəni Mirzə Ağaliyevdən yuxarı bu təzəbir ətrafının tamamilə sıradan çıxarılmasına. Bunun belə deyək, bunun sözsüz ki, Bakıya çox ciddi ziyanı var. Çünki bayaq dediyim kimi, bu tarixi məhəllədir. Bakının Bay şəhər dediyi hissənin müəyyən inkişaf belə deyək, inkişaf mərhələləri olub və məhəllələr də burada hərəsinin özünün belə deyim bir mədəniyyət daşıyıcısıdır. Və oranın da özünə məxsus xüsusiyyəti olub. İndi mən çox dərinlərinə getmək istəmirəm. Hər şeydən də indi danışmırlar, amma demək istəyirəm ki, o məhəllənin qorunması, o məhəllə Bakının siması olub. Yəni Bakının müəyyən adətinin, ənənəsinin, müəyyən belə deyək də özünə məxsusluğunun bir növ tərənnümü olub. Amma hətta biz oranı sökmək istəyəndə onun da üzərinə, o mədəniyyətin də üzərinə bir hücumları görmüşdük. Nə bilim orada cinayətkarlar da yaşayır, nə bilim siçanlar oynayır, nə bilim narkotik var, filan var, beşməkan var. Yəni hər arqumentdən istifadə ediblər də. Ay nə bilim tarixi abidə köhnəlib, ay nə bilim Sovet dövründə pis günə qoyulub, ay nə bilim bunu bərpa eləmək mümkün deyil. Yəni ki, məqsəd əslində korrupsiya və o ərazidən o məhəlləni söküb çıxartmaq, orada istədiklərini yaratmaqdır. Ona görə ən belə deyək, hətta mən bir dəfə eşitmişdim radioda danışanda, deyirdi ki, onlar bizim milli abidələr deyil və s. O qədər belə deyək, yaramaz arqumentlər ortalığa qoyublar ki, oranı sıradan çıxartmaq üçün və bunun da içərisində korrupsiya var, niyyətləri var, tutaq ki, Bakının simasını dəyişdirmək niyyətləri var və s. Bunu həyata keçirirlər. Niyə? İstənilən halda o uşaqların elədikləri, o gənclərin elədikləri, o insanların elədikləri çox vacib məsələdir. Çünki etiraz olmalıdır, göstərilməlidir. Çünki Azərbaycan cəmiyyətində də ən azı bir təbəqə olub ki, o təbəqə bunun əslində barbarlıq olduğunu görüb və buna səsini çıxardıb. Yəni Azərbaycan cəmiyyəti tamamilə səssiz qalmayıb, tamamilə belə deyək, buna biganə qalmayıb. Bunu göstərmək lazımdır ki, və mən hesab edirəm ki, indi müəyyən dərəcədə hətta o birinci mərhələdən ki, aşağıda Bandarın və sair sökülürdü. Ondan fərqli olaraq biraz daha çox
etiraz var. Məsələn, o dövrdə ümumiyyətlə əhali ancaq kompensasiyadan danışırdı. Yəni pulumuzu verirsin. Bu da çox vacib məsələdir. Şəhərin mərkəzində yaşayan insanlardır. Onlar da tutaq ki, adekvat kompensasiya istəyirlər. Amma o vaxt məsələn tarixi abidə məsələsinə fikir verən yox idi. Yəni diqqət eləmirdilər. Yəni o əzab. Amma indi görürük ki, insanlar öz belə deyək, yaşadıklarını ərazini müxtəlif istiqamət, təkcə kompensasiya məsələsi deyil, eyni zamanda tarixi bir hissədə yaşadıklarını, tarixi abidələr içərisində yaşadıkları, tarixi abidələrin əhəmiyyətini də dilə gətirməyə başlayıblar. Bundan başqa eyni zamanda şəhərin sosial tarixi məsələləri də meydana çıxır. Ki, məsələn, bu hissədə hansı əhali yaşayıb, niyə bu hissənin qorunması vacibdir, onun tarixinin qorunması nöqteyi göstərilməsi nöqteyi nəzərindən. Yəni bu fikirlər mən hesab edirəm ki, çoxalır, amma o ilə razıyam ki, onları qorumaq e, dərəcədə yüksək səs gəlmir. Yəni onları qorumaq dərəcədə belə deyək, cəmiyyətin təpkisi yoxdur. Bunun da səbəbləri müxtəlifdir. Birinci səbəbi odur ki, rejim avtoritardır, onsuz da cəmaət hər şeydən qorxur, yəni səsini çıxartmağa qorxur və bu qorxu mühitində hökumətə hər hansı şəkildə etiraz eləmək istənilən məsələdir. Etiraz eləmək üçün insanların cəsarəti çatmır, yəni çəkinirlər. İkinci məsələ burada mən hesab edirəm ki, biraz da mədəni məsələ var. O da ondan ibarətdir ki, biz tarixi abidələrin əhəmiyyəti məsələsini belə deyək, cəmiyyətə çatdıra bilməmişik. Məsələn, tarixi abidələr sökülür. Birinci etiraz eləmək olan kimlərdir? Tarix institutu, tarix fakültəsi. Ölkənin en qədər tarixçi buraxan institutları var. Hani bu tarixçilər? Niyə səslərini çıxarmır? Nətər tarixçilər bunlar ki, gözlərinin qabağında tarix dağıdılır və bunlar ona öz münasibətini göstərə bilmir, səsini çıxarda bilmir. Arxitektorlar danışır. Mən başa düşürəm, arxitektorların danışmaq vacibdir. Amma eyni zamanda orada məsələn tarixçilərin səsi gəlməlidir. Tarixçilər etiraz etməli. Bir təbəqə kimi. Yəni bu təbəqəni özününki hesab edən, özününki olduğunu, əhəmiyyətini dərk edən bir təbəqə kimi, belə deyək, təhsilli bir təbəqə kimi onların səsi çıxmalıdır, amma səsi çıxmır. Bayaq dediyim kimi iki səbəbdən. Birincisi biz cəmaət qorxur, ikincisi təəssüf ki, mentalitelə ilə formalaşıb ki, tarixi abidənin əhəmiyyəti belə deyək, o beyinlərə hopmayıb. Onun qorunması məsələsi əhəmiyyətini daşımır. Bunun üçün dünyanı gəzmək, görmək və s. lazımdır. Onun üçün də imkanlar məhduddur. Yenə deyirəm, bir tərəfdən də hökumətin özünün nə elədiyini başa düşmürsən. Turizmin inkişafından danışırlar, ehtiyac danışırlar. Biz bilirik ki, turistin gəldiyi bir neçə şey var. Bunlardan biri də tarix abidələri, tarix məhəllələri görmək cəhətdir. Yəni hazır şeydir də, gələcəkdi, görəcəkdi, gəzəcəkdi. Məsələn, mən özüm o məhəllədə yaşayan adamam da, yəni oraları gəzmək mənim belə deyək, o mənəvi tələbatımı dolduran əsas belə deyək, ehtiyaclardan biri idi. Yəni gəzirdim, o mənə tarixi başladı. Üstəgəl orada kifayət qədər tarix təkcə abidə tarixi deyil, insanların tarixidir. Yəni həm məşhur insanların, həm adi insanların belə deyək, məişət tarixidir. Onu qorumaq, onu inkişaf elətdirmək. Necə ki, tutaq ki, siz Lahıca gedəndə orada məsələn qoyurlar nə isə nə bilim dəmirçi işləri və sair göstərirlər. Elə şeylərin məsələn Sovetski və sairədə elə şeylərin özünün əhəmiyyəti. Adicə məsələn təndir çörəklərinin bişirilməsi və sair. Yəni, bunlar bilirsiniz, bunlar hamısı turisti cəlb edə biləcək, tarixi qoruya biləcək, ona əhəmiyyət verə biləcək amillərdir. Abidələrdən əlavə. Abidələr də öz yerində. Yəni tarixi abidə gül kimi tarixi abidələri sökürlər, qoyurlar yerə. Gözün neçəsini görmüşük də. Məsələn, aşağıda Bandarında sökəndə, sonra hətta icra hakimiyyətindən bir nəfər tutdular, qoydular boynuna ki, bu söküb heç nə. Amma bilirik ki, o şəhərin elə bir hissəsidir ki, ona lap başda birinci adam ona belə deyək, Rus demiş, dabrosunu verməsə, hərisini verməsə, eləyin deməsə, heç kim ora barmaq eləməyə belə deyək, gücü çatmaz. Yəni bunun dağıdılması birbaşa yuxarıdan gəlin göstərişdir ki, həyata keçirilir və təəssüf ki, qarşısını da almağa belə deyək, bizim cəmiyyətin gücü çatmır.